Artıq heç nə gizli deyil. Maska zətdə qalmayıb. İlham Əliyev açıq-aşkar deyir. Bu ölkə mənimdir. Oğlunu Heydər Əliyevə götürərək Davosa gəlir və SOCAR-ın vitse-prezidenti kimi dünyaya tanıdır. Bu açıq bir bəyanatdır. Azərbaycan mənim ailə biznesimdir. Bu artıq siyasət deyil, bu artıq bir avtoritarizm də deyil. Bu bir irsi rejimdir. Açıq-açıq ailə diktaturasıdır. Xalqın nefti, qazı, torpağı, gələcəyi atadan oğula ötürülən şəxsi mülkü kimi bölüşdürülür. SOCAR xalqın deyilən zaman insanlar iftiralanıb cəzaevinə atılır. Davos da bunu görür, İsveçrə də bunu bilir. Onunla şəkil çəkdirənlərin də hamısı anlayır ki, qarşısında prezident yox, bir ailənin baş meneceri dayanıb. Dünya çoxdan bilir, Azərbaycan da seçki farsdır, qanun dekorasiyadır. Devlət isə bir klanın kasasıdır. Hamı bilir və hamı susur. Çünki bu rejim pulla susturulmağı, neftlə vicdan almağı yaxşı bacarır. Bu artıq heç korrupsiya da deyil. Bu irsi bir talandır. Devlət ailə üzvləri arasında bölünüb. Diplom gülüş obyektinə çevrilib. Təcrübələr ayaq altına atılıb. Xalqın haqqı tapdalanıb, oğurlanıb. SOCAR milyonların ümidi idi. İndi bir uşağın sivisində ata hədiyyəsi sətridir. Quru sərhədlər bağlanıb. Xalq ölkənin içində dustaq salınıb. İnsanlar işsiz, ümidsiz, çıxışsızdırlar. Danışanı şantajla sustururlar. Haqq istəyəni zindanlarda çürüdürlər. Bu ölkədə demokratiya yoxdur. Qorxu rejimi var. Ədalət də yoxdur. Talama sistemi var. Amma bunların heç biri İlham Əliyevin vecinə deyil. Çünki onun dərdi xalq deyil ki. Onun dərdi varislikdir, taxtdır, ailəsidir. Sən Davosa gedirsən, amma demirsən. Niyə vətəndaşlarım Avropada qaçqın düşərgələrində sürünür? Niyə Azərbaycanlılar öz ölkələrindən qaçır? Niyə Azərbaycanlılar bu bayrağın altında gələcək görmür? Deməzsən. Deyə də bilməzsən. Çünki sən cavabdan qorxursan. Çünki artıq səni hamı tanıyır. İlham Əliyev, bəlkə bir gün belə edəsən. Saqqal, maska, köhnə paltarlar geyinib, tanınmaz bir şəkildə xalqın içinə çıxıb İlham Əliyev kimdir? İlham Əliyev necə prezidentdir? Xalq İlhamdan razıdır deyə xalqa sual verəsən. Yox, sən bunu deyə bilməzsən. Səndə o ürək yoxdur. Sən cəsarətsiz bir adamsın. Bu ölkə sənin ailə mülkün deyil. Bu xalq sənin mirasın deyil və Azərbaycan bir uşağın varislik layihəsi deyil. Sən də haqqının uğurlanmasına susmursansa, bu videonu paylaş, qoy hər kəsə çox yayılsın.